Həqiqətən nə vaxt smes ehtiyac olur? Hamıya məlumdur ki, ana südü körpə üçün ən yaxşı qidadır. Amma elə hallar olur ki, smes olmadan keçinmək mümkün deyil. Bəzən bu müvəqqəti bir həll olur və ana südü ilə qidalanmaya qayıtmaq mümkündür. Bəzən isə yeganə çıxış yolu uşağı qarışıqla böyütmək olur. Beləliklə, smes nə vaxt müvəqqəti lazım ola bilər. Doğuşdan sonra ananı və körpəni tibbi səbəblərə görə ayıra bilərlər və bu halda smes körpəni qidalandırmağın bir yoludur. Həmçinin doğum evində həkimlər həmişə körpənin çəkisinə və vəziyyətinə nəzarət edirlər və göstəriş olduqda smes təyin edə bilərlər. Bəzən elə olur ki, ananın bütün səylərinə baxmayaraq uşaq yaxşı çəki almır. Burada əsas prinsip budur. Körpə həmişə tox olmalı və lazım olan qədər qida almalıdır. Siz problemin səbəblərini araşdırıb kömək axtardığınız müddətdə ona əlavə qidalanma lazımdır. Ana xəstəxanaya düşə və uşaqdan ayrı qala bilər. Və sonradan artıq evə buraxıldıqdan sonra ona ana südü ilə uyğun olmayan dərmanlar təyin oluna bilər. Əgər dondurulmuş, sağılmış süd ehtiyatı yoxdursa, məcburən qarışığa keçmək lazım olacaq. Bütün bu hallarda ana südü ilə qidalanmanı bərpa etmək mümkündür. Amma əgər körpənin yaşı 1 ildən azdırsa və hər hansı bir səbəbdən ananın süd verməyə imkanı yoxdursa, məsələn, ciddi müalicə almalıdırsa, o zaman ana südü əvəzinə ona smes lazımdır. Unutmayın ki, körpəyə ana lazımdır. Sağ və sağlam və ana südü ilə qidalanma analığın sadəcə bir hissəsidir. Və ana südü ilə qidalanma nə qədər davam etsə də, bu uşağın sağlamlığına böyük bir töhfədir. Əgər planlaşdırdığınızdan daha tez başa çatdısa, özünüzü günahlandırmayın. Hər bir halda siz öz körpəniz üçün ən yaxşı anasınız.